Dəyərli izləyicilər, bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bu il ali təhsil müəssisələrinə qəbulda keçid ballarının enməsi gözlənilir. Globalnet.com xəbər verir ki, bu sözləri bizim mediaya açıqlamasında təhsil eksperti Ramin Nuraliyev deyib. Belə ki, yaxın günlərdə elan olunan birinci zona üzrə 11-ci sinif buraxılış imtahanının nəticələrindən danışarkən ekspert imtahanın çətin olduğunu təsdiq edib. Nəticələrdə ötən illə müqayisədə ciddi bir azalma müşahidə olunur. Belə ki, 2025-ci ilin buraxılış imtahanının birinci zonası üzrə 23 nəfər maksimal bal toplamışdı. Bu il isə bu rəqəm 2 nəfərdir. Müqayisə etdikdə aradakı fərq ciddi şəkildə görünür. Bu buraxılış imtahanının bu il ötən ilə nisbətən çətin olduğunu göstərir. Martın 15-dəki imtahanlarda isə 2-3 nəfər 300 bal toplaya bilir. Bu isə ümumilikdə 5 eləyir. Ötən il isə 45 nəfər maksimum bal toplayıb. Bəs bu nəticələr keçid ballarına necə təsir göstərəcəyimi? Əgər blok imtahanı ötən ilki kimi olsa belə, buraxılışın çətinliyi balların aşağı enməsinə təsir göstərəcək. Keçid balları 30-50 bala qədər düşə bilər. Buraxılış imtahanının nəticəsi kolleclərə də 5-ci qrupa da təsirini göstərəcək ballar enəcək deyə Ramin Nuraliyev qeyd edib.